Bugün qonağımız Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyevdir. Sabahınız xeyir olsun Zakir bəy, xoş gəlmisiniz. Salam, sabahınız xeyir, xoş gördük. Təşəkkür edirəm Zakir bəy. Siz özünüzü payız-qış mövsümündə qoruya bilirsinizmi? Əsas məsələ buradan başlayaq. Ümumiyyətlə biz həkimlər belə bir xalq arasında, hətta həkimlər arasında bir deyim var ki, həkimin dediyini evə, elədiyini eləmə. Yəni özü doğrunu eləmir. Biz məsləhət verməyə, biz peşə evə peşədir ki, məsləhət verməyi çox sevirik, amma biz bəzən özümüz bu məsləhətlərə əməl etməkdə sözə baxan uşaqlar deyilik, bunu deyim öncə. Amma yenə də dediyimiz kimi maksimum dərəcədə buna biz nail olmağa çalışırıq. Yəni aktiv həyat tərzi, mən hər zaman vurğuladığım bir şey var ki, bir aktiv həyat, mənim üçün həyatda 3-4 dənə nüans var ki, bunlar sağlamlığın birbaşa qapısını açandır. Birinci sağlam həyat tərzi, ikincisi balanslı qidalanma, sağlam qidalanma, yuxu rejimi yerində mütləq olmalıdır. Ən önəmlisi isə stres faktorunun doğru idarə olması. Yerində olmalıdır. Çünki stres bütün xəstəliklərin qapısıdır. Yəni bu 4 faktora doğru şəkildə əməl edən insanlar nəinki payız fəslində, hətta 4 fəsildə də xəstəliklərə qalib gəlir.